A nöqtəsində atmosfer təzyiqi 715 millimetr civə sütunu, eee, B, nöqtəsində isə 760 millimetr civə sütunudur və buna əsasən də sxemdəki kəsmə yüksəkliyi metrlə tapın. İlk növbədə belə deyək, biz A məntəqəsi ilə B məntəqəsi arasındakı təzyiq fərqlərini müəyyən etməyə çalışaq. Belə ki, 760-dan biz 715-i çıxırıq və yerdə qalan rəqəm 45 millimetr civə sütunu olacaqdır. Belə ki, onu da bilməliyik ki, hər 10 metrdən bir təzyiqin 1 millimetr civə sütunu dəyişdiyini nəzərə alsaq, o zaman A ilə B-nin arasında görək nə qədər hündürlük fərqi olacaq. Belə ki, hər 10 metr üçün biz təzyiqin 1 millimetr civə sütunu dəyişdiyini öyrənə bilsək, o zaman biz X-i burada təyin etməyə çalışaq. X burada 45 millimetr civə sütunu olmalıdır və biz burada məsələni həll etsək, doğru cavabı almaq üçün 45-i burada vurmalıyıq 10-a və bizim doğru cavabımız 450 metr olacaqdır. Demək ki, doğru bəndimiz 450 metr, daha doğrusu bizə buradan kəsmə yüksəkliyi istəyir. 450 metri təyin edəndən sonra biz burada A ilə B-nin arasında kəsmə yüksəkliklərinin sayına baxaq. Burada 1, 2 və 3 kəsmə yüksəkliyi var. Belə ki, bizim doğru bəndimizi təyin etmək istəyirsə, biz 450-ni burada 3-ə böləcəyik və doğru bəndimizi tapmış olacaq. Beləcə, testin doğru cavabı 150 metr olacaq.